Bugün istədim kartof haqqında video hazırlayayım. Hal-hazırda kartofun, yəni faraş kartofun Aran rayonlarında əkiləcək dövrüdür. Şimal rayonlarında isə bir qədər 10 gün, 15 gün sonra temperatur 7-10 dərəcəliyini üstələyəndə əkmək mümkündür. Minimum əkim temperaturu isə 7 dərəcə olmalıdır. Kartofun çıxış temperaturu isə 10 dərəcədən başlayır. 15-20 dərəcə kartofun inkişafı üçün optimal temperatur sayılır. Kartof ümumiyyətlə bir sıra gübrələrə, kaliuma, fosfora tələbkar bir bitkidir. Ən çox da kaliuma tələbkarlığı ilə fərqlənir. Kartof əkilməzdən qabaq şumaltı peyini vermək lazımdır. İndi hal-hazırda bu sahədə şum qarışdırılmayıb, amma bu şum qarışdırıldıqdan sonra, şumlandıqdan sonra artıq kartof əkini baş tutacaqdır. Daha sonra bu yumruları seçərkən diqqətli olun, zəhmət olmasa. Burada nə xırda, nə də iri yumrular çox seçməyin. Orta ölçülü əsasən yumrulardan istifadə edin. Çox iri yumrular seçdikdən sonra bunu bıçaq vasitəsilə xırdalaya bilərsiniz. Gördüyünüz kimi artıq gözcükləri burada əmələ gəlib. Digər faraş kartofun məhsulu yığıldıqdan sonra isə may-iyun aylarında isə digər kartofu əkib becərmək mümkündür. Kartofu ildə 2 dəfə də əkmək mümkündür. Digər bitkilərdən fərqli olaraq açıq sahədə 2 dəfə əkmək mümkündür. Bunun suvarılması, gübrələnməsi haqqında əlavə videolar inşallah hazırlayacağam. Ətraflı məlumat üçün isə yorumlarda yaza bilərsiniz.